Assalamualaikum, əziz vətən sevdalılar. Könlünüz yüz olsun. Eləmi özüm könüldür. Bizə tanış olan misallar, Səmətoğlu misalları. Gözüm gözünüzdən uzaq olsa da, könüldən könlə yollar görünür. Bu fikir ilk baxışdan bizə aydındır. Hələ vaxtilə Dədə Ələsgər yazırdı ki, dost uzaq olmaqla könül yad olmaz. Ölüncə qəlbimdə var nişanəsi. Yəni, məsafə insanı ayırmaz, könüllər ayrılmasa. İnsanlar var ki, çox-çox uzaqdadırlar, amma könülləri bir olduğuna həmişə bir-birindən xəbərdardırlar. İnsan da var, elə qonşudur, bir-birindən xəbəri yoxdur. Burada çox maraqlıdır ki, bu mövzunu fizika ilə əlaqələndirmək olar. Mən heç vaxt elmlər arasında səhət qoymamışam. Elm, fəlsəfə, din, elmin bütün, mən şübhəsiz elm dedikdə dünyəvi elmə nəzər tuturam. Könüldən könlə yollar görünürmü? Biz belə bir son vaxtlar elm yaranıb, holodinamika elmi, psixologiyanın kvant fizikasının qovuşuğunda yaranıb. Yəni, təcrübə bir elmdir. Araşdırıb görürlər ki, fizikada məlum olan qüvvə, təsir qüvvəsi əks təsir qüvvəsinə bərabərdir, Newton qüvvəsi. Newton qanunu da bilirik. Sən demə, bu psixi fəaliyyət sayəsində də özünü doğruldur. Necə deyirlər, sən fikrən, düşüncəndə və sözündə hər hansı bir obyektə ya etiramını, təşəkkürünü, yaxud da nifrətini bildirirsənsə, həmən obyekt sənə eləcə cavab qaytarır. Ədalət deyilmi? Nə əkərsən, onu biçərsən də. Məsələn, hava küləklidir, yağışlıdır. Nalayiq sözləri havaya, küləyə yönəldir. Baxırsan ki, biraz, onlar da özlərinin, havanın da bir enerji strukturu var. Sən düşüncənə nəzarət edə bilmirsən, dilinə, sənin bu qara enerjinə, o da öz sahə strukturuna layiqli cavab verir. Bir də barsan insan özünü qəflətən pis elədi, xoşa gəlməzlə rastlaşdı. Ya, əlbəttə, insan özünü qınamalıdır. İnsanda belə bir zəif xüsusiyyət var. Ətrafda nə varsa hissimizi, qəzəbimizi onun üstünə tökürük. Çünki onlar bizə cavab qaytarmırlar axı. Holodinamika elmi sübut edir ki, fikrimiz elə canlı varlıqdır. Fikrin forması da maddi şəklə malikdir. Yəni, həndəsi fiqur şəklini alır ətrafımızda. Bunu cihazlar müəyyən eləyir. Müxtəlif varlıq şəklini alır. Bitki şəklini ala bilər. Gözəl bitki şəklində ola bilər. Maraqlıdır ki, cihazlarla müəyyən eləyiblər ki, əgər qəlbin saf düşüncən safdırsa da, fikrin gözəl düşüncələrə köklənmirsənsə, sən fikri formanda gül şəklində olur zahirdə. Cihazlar onu müəyyən eləyir. Görürlər ki, gözəl düşüncəli insanın ətrafında gözəl bir gül forması yaranır. Xoşa gələn. Yox, mənfi düşüncəli insanın ətrafında isə onun fikri forması görürsən ki, çox qorxulu fiqurlara bənzəyir, qorxulu. Ətrafda qorxulu fiqurlar yaranır. Deməli, sən özündəsən, ətrafında da elə bir dalğalar formalaşdırırsan. Düşüncə özü dedik yaxı dalğadır. Bir maddi formalı və dalğadır. Biz elektromagnet dalğaları haqqında bilirik də, telefon elektromagnet dalğaları əsasında işləyir. Bu dalğalar bəzən sınır, bəzən tutmur. Amma düşüncə elə dalğadır ki, heç vaxt sınmır. İstərsən burada durub Amerikanın əlaqə saxlaya bilərsən fikrən. Belə alimlər deyirlər ki, mikrolepton təbiətə malikdir. Elektronlardan kiçik leptonlar var, bu zərərçilərdir. Bunlar heç bir maneə sərhəd tanımır. İstənilən məsafəni qət edib gedir. Elektromagnet dalğaları kimi sınmır. Göz uzaqdan baxırsan, ekstrasens fikrən uzaq bir şəhərdə birini fikrən müalicə edir. Əlinlə müalicə eləməsə də fikrən dalğa göndərir, onu müalicə edir. Ona görə də aşağıdakı hədisin mənası izah olunur. Başqalarının sinəsindən sənə qarşı
şəri aparmaq üçün öz sırrından şəri kökündən qoparmalısan. İmam Əli Əleyhisselama aiddir bu. İstəyirsən ki, bir adamın sənə qarşı ədavəti qəlbindən getsin, sən də öz qəlbində ona qarşı ədavəti kökündən silib atmalısan ki, qəlblər arasında bayaq dediyimiz gözə görünməz əlaqələr vardır. Xüsusi dalğalar gedir. Məndən sənə, səndən mənə. Bəli, bəli, kökündən qoparmalısan bu kini küdurəti ki, onun da münasibət sənə dəyişsin. Və yaxud bir adamın deyil, sənə olan məhəbbəti haqqında şübhən varsa, onun barəsində öz qəlbinə müraciət elə. Yəni, qəlbində həmən şəxsə qarşı məhəbbət hiss edirsənsə, narahat olma, o da sənə məhəbbət bəsləyir. Amma bir insan üzünə gülüb, zahirən ehtiram bəsləyirsə, qəlbində isə ona məhəbbətin yoxdursa, deməli, onun da münasibəti sənə qarşı səmimi deyil. Beləliklə, özümüzü dəyişsək, dünyanı dəyişərik. İçimizi, hisslərimizi dəyişsək, dünyanı dəyişərik. İnşallah ən böyük dəyişiklik qoy elə içimizdən başlasın. Paklanaq, nurlanaq, durulanaq. İnşallah. Allah amanda.